Değerli tələbələr, bu gün anagram mövzusunu izah edəcəm. Gəlin anaqramı necə həll etdiyimizi sualların üzərində işlədikcə öyrənək. Deməli, birinci suala baxdıqda, birinci sözümüz nədir? Qutan. İkinci sözümüz, yəni B variantı, ördək. C variantı, balıq. D variantı, qarğa. E variantı, sərçə. Deməli, qutan, ördək, qarğa, sərçə. Bunlar quşdur. Balıq isə digərlərindən fərqlənir. Deməli, nə edirik? Əvvəlcə baxırıq ki, bizdə 5 variant verilib və bunların arasında müəyyən bir sözü oxumaq olmur. Yəni necə? Hərflər qarışıq verilir və bu hərflərdən biz özümüz sözlər düzəldirik. Sonra isə bu 5 sözdən 4-ü müəyyən bir bölməyə aid olur. Digəri isə 5-ci isə ondan fərqlənir və biz fərqli olan sözü götürürük. Yəni qutan, ördək, qarğa və sərçə. Bu 4 söz quş olaraq müəyyənləşdirsək, balıq digərlərindən fərqlənər. Növbəti suala baxaq. Üçüncü suala baxa bilərik. Misal üçün, A variantı, səmimilik. B variantı, çalışqanlıq. C variantı, stomatolog. Biraz aşağıdan yazın. E variantı, səxavət. Və D variantı, cəsarət. Deməli, baxsaq əgər səmimilik, çalışqanlıq, cəsarət və səxavət bunları bir xarakter olaraq müəyyənləşdirsək, stomatolog bunlardan peşə, ixtisas olaraq fərqlənir. Artıq hamısını bu cür bir-bir yazmayacağım. Sadəcə hərfləri uyğunlaşdırıb deyəcəm və onların arasından fərqli olanı müəyyənləşdirək. Yazdıqda həm çox vaxtımız gedir, videonun bir o qədər uzun olmasını istəmirəm, həm də xəttim də o qədər gözəl olmadığını görürsünüz. 5-ci suala baxaq. A variantı, univermaq. B variantı, institut. C variantı, akademiya. D variantı, universitet. E variantı, laboratoriya. İnstitut, akademiya, universitet və laboratoriya təhsillə bağlı olduğundan univermaq onlardan fərqlənir. 6-ya da baxaq. A variantı, miqyas. B variantı, pərgar. C variantı, xətkeş. D variantı, sertyoş. E variantı, şagird. Miqyas, pərgar, xətkeş və sertyoş. Bunlar, belə deyək də, riyaziyyatda ölçmək üçün istifadə etdiyimiz alətlərdir. Şagird isə digərlərindən fərqlənir. 8-ə baxaq. A variantı, göyərçin. B variantı, canavar. C variantı, hörümçək. D variantı, portağal. E variantı, tısbağa. Deməli, göyərçin, canavar, hörümçək və tısbağa. Bunlar heyvandır. D variantı, portağal isə meyvəyə aiddir. Sizə belə bir ipucu verə bilərəm ki, misal üçün canavar. B variantında canavar tapmışıq. Digərlərini də heyvan olaraq axtarın. Misal üçün D variantında portağal. Baxırsınız ki, meyvədir. Digərlərinin meyvə olmadığı, meyvə adlarını fikirləşin. Onlardan o məntiq ilə, o qanuna uyğunluq ilə axtarmağa çalışın. Canavarı tapdıqda digərlərini də heyvan olaraq fikirləşdikdə tısbağanı, hörümçəyi görmək daha asan olar sizlər üçün. 9-a da baxaq. A variantı türkmən. B variantı özbək. C variantı markiz. D variantı tacik. E variantı qırğız. Türkmən, özbək, tacik, qırğız. Bunlar xalq adlarıdır. Markiz isə tituldur. Ona görə digərlərindən fərqlənir. 10-cu sual. A variantı inşaatçı. B variantı artist. C variantı tərcüməçi. D variantı redaktor. E variantı ekskavator. İnşaatçı, artist, tərcüməçi, redaktor. Bunları bir peşə, ixtisas olaraq götürsək, ekskavator buradan fərqlənir. Sonra devam edək. Skaner, A variantı 11-ci suala baxırıq. A variantı skaner, B variantı spedimetr, C variantı modem, D variantı prosesor, E variantı printer. Skaner, modem, prosesor, printer bunlar kompüterlə bağlı cihazlardır. Spedimetr isə ölçü cihazı olaraq bunlardan fərqlənir. Sonra baxaq, davamlı baxmamıza gerək yoxdur. 13-ə də baxaq, çünki hər biri eynidir. A variantı macar, B variantı polyak, C variantı qarmaq, D variantı rumin, E variantı bolqar. Macar, polyak, rumin, bolqar
Bunlar yenə eyni şəkildə xalq adlarıdır. Qarmaq isə buradan fərqlənir. 14-cü sual. A variantı 7-ci, B variantı 20, C variantı 2-ci, D variantı 1-ci, Y variantı 5-ci. 7-ci, 2-ci, 5-ci, 1-ci. Bunlar sıra sayılardır. 20 isə bunlardan fərqlənir. 16-cı suala baxaq. A variantı kondisioner, B variantı ütü baxaq. A variantı kondisioner, B variantı ütü, C variantı toz soran, Y variantı televizor, D variantı avtomobil. Deməli, kondisioner, toz soran, televizor və avtomobil. Bağışlayın, avtomobil yox, ütü. Bu dördü elektriklə bağlı işləyən cihazlardır. D variantı avtomobil isə elektriklə işləmir. Elektrikli avtomobil nəzərdə tutmayıb burada. 18-ci suala baxsaq, A variantı kimya, B variantı tarix, D variantı fizika, D variantı biologiya və Y variantı məktəb. Kimya, tarix, fizika, biologiya bunlar fənlərdir. Məktəb bu qrupdan fərqlənir. Devamlı 21-ci suala baxırıq. A variantı Meksika, B variantı Kopenhagen, C variantı Moskov, sonra D variantı Washington, Y variantı London. Kopenhagen, Moskov, London və Washington. Bunlar şəhərdir, Meksika isə ölkədir. Sonra devamına baxırıq 22-yə. A variantı musiqi, B variantı tennis, C variantı regbi, D variantı futbol, Y variantı şahmat. Tennis, regbi, şahmat və futbol. Bunlar oyundurlar. Musiqi bu qrupdan fərqlənir. Devam edək. 25-ə baxaq. A variantı çoxluq, B variantı tənlik, C variantı rəqəm, D variantı trigonometriya, Y variantı mexanika. Çoxluq, tənlik, rəqəm, trigonometriya. Bunlar bizə riyaziyyatdan məlumdur. Eyni bir qrupa aid etsək, mexanika buradan fərqlənər. Növbəti sualımız 26-ya baxaq. A variantı yer, B variantı Merkuri, C variantı Ay, D variantı Mars, Y variantı Yupiter. Yer, Merkuri, Mars və Yupiter. Bunlar bir planet olaraq adlandırsaq, Ay buradan fərqlənər. 28-ci suala baxaq. 28-ci sualda A variantı masa, B variantı təhsil, C variantı maşın, D variantı xalça və Y variantı radio. Masa, xalça, radio, maşın ümumi bir nə deyək buna, əşyalar deyə adlandırsaq, təhsil buradan fərqlənər. 29-a da baxaq. A variantı helium, B variantı azot, bağışlayın azot, C variantı silisium, D variantı zülal, Y variantı wolfram. Helium, azot, silisium və wolfram bir qrupa aiddir. Zülal buradan yağ olaraq fərqlənir. 32-ci suala baxırıq. A variantı badımcan, B variantı soğan, C variantı balqabaq, D variantı sarımsaq. Y variantı isə kafeldir. Badımcan, soğan, balqabaq, sarımsaq. Bunlar tərəvəz olaraq bir qrupa aiddir. Kafel buradan fərqlənər. Növbəti sualımız 34. A variantı əlcək, B variantı corab, C variantı papaq, D variantı şərf, Y variantı ipək. Corab, əlcək, corab, papaq, şərf. Bunlar geyim əşyası olaraq desək, ipək buradan parça olaraq fərqlənər. 36-cı suala baxaq. A variantı düyü, B variantı qaşıq, C variantı stəkan, D variantı nəlbəki, Y variantı çəngəl. Qaşıq, stəkan, nəlbəki, çəngəl. Eyni bir qrupa aiddir. Düyü buradan fərqlənər. 39-a baxaq. A variantı kəklik, B variantı koala, C variantı turac, D variantı göyərçin, Y variantı bildirçin. Kəklik, turac, bildirçin, göyərçin. Yenə eyni qayda quşlara aiddir. Koala, heyvan buradan fərqlənir. Növbəti 42-ci suala baxaq. A variantı helium, B variantı hidrogen, C variantı oksigen, D variantı azot, Y variantı molekul. Molekul cərlərindən fərqlənir. Cər 4-ü qazdır, molekul isə bunların qrupuna aid deyil. 43-cü suala baxaq. A variantı Almaniya, B variantı zoologiya, C variantı botanika, D variantı anatomiya, Y variantı litologiya. Bunların hər birisi elmlərdir, yəni zoologiya, botanika, anatomiya və litologiya elmlərdir. Almaniya isə ölkə olaraq buradan fərqlənir.
Növbəti 44-cü sualımıza baxaq. A variantı leytenant, B variantı mayor, C variantı kapitan, Y variantı polkovnik, D variantı isə rütbə. Leytenant, mayor, polkovnik və kapitan. Bunların hər biri rütbənin içərisinə daxildir. Yəni bunları rütbə olaraq adlandırsaq, rütbə buradan fərqlənər. 46-cı suala baxsaq, A variantı portağal, B variantı canavar, C variantı pələng, D variantı meymun, Y variantı tülkü. Canavar, pələng, meymun və tülkü eyni bir qrupa, heyvanlara aid isə portağal buradan fərqlənər. 48-ci suala baxaq. A variantı Kongo, B variantı Nil, C variantı Baykal, D variantı Temza, Y variantı Dunay. Kongo, Nil, Temza və Dunay. Bunlar çaylardır. Baykal isə göl olduğuna görə digərlərindən fərqlənir. 50-ci suala baxırıq. A variantı qartal, B variantı yarasa, C variantı turac, D variantı bayquş, Y variantı pingvin. Deməli, əslində qartal, turac, pingvin, bayquş. Bunları quşlara daxil edirik. Yarasanı məməli heyvanlara daxil edirik. Buna görə yarasa digərlərindən fərqlənir. 51-ci sualda A variantı şəhər, B variantı kitab, C variantı kənd, D variantı rayon, Y variantı qəsəbə. Şəhər, rayon, qəsəbə, kənd. Bunları bir qrupa əlavə etsək, kənd oradan, kitab oradan fərqlənir. Növbəti sualımız, baxaq 55-ci suala. A variantı reqbi, B variantı idman, C variantı cüdo, D variantı futbol, Y variantı boks. Reqbi, cüdo, boks, futbol. Bunlar onsuz idmanın içərisinə daxildir. İdman buradan fərqlənər. Bayaqki rütbə məsələsində olduğu kimi. 57-ci suala baxaq. A variantı alçaq, B variantı hündür, C variantı ağır, D variantı yüngül, E variantı papaq. Alçaq, hündür, ağır, yüngül. Bunları bir müəyyənləşdirsək, bir qrupa əlavə etsək, papaq buradan fərqlənir. D variantı, Y variantı aldıq. Deməli, 59-cu suala baxırıq. A variantı zoğal, B variantı narinci, C variantı çiyələk, D variantı nə alınır? Ananas, Y variantı meyvə. Zoğal, narinci, çiyələk və ananas meyvənin içərisinə daxildir. Meyvə burada bunların qrupunun adı olaraq fərqlənir. 60-cı suala baxaq. A variantı tarla, B variantı çəltik, C variantı çovdar, D variantı qarabaşaq, Y variantı buğda. Çəltik, çovdar, buğda və qarabaşaq tarladan fərqlənər. Tarla bunların qrupuna aid deyil. Devam edək. 62-ci suala baxaq. A variantı qulaq, B variantı qaş, C variantı göz, D variantı kirpi və Y variantı bəbək. Qulaq, qaş, göz, bəbək eyni bir qrupa aiddir. Yəni göz bəbəyi kimi fikirləşin. Kirpi heyvan olaraq bunlardan fərqlənir. 64-də baxaq. A variantı kəsmik, B variantı ayran, C variantı qabıq, Y variantı pendir, D variantı qaymaq. Belə fikirləşsək, kəsmik, ayran, qaymaq, pendir süddən hazırlanan məhsullardır. Qabıq burada fərqlənər. Növbəti 66-ya baxaq. A variantı traktor, B variantı jurnalist, C variantı aktyor, D variantı müəllim, Y variantı mühəndis. Deməli, aktyor, jurnalist, müəllim, mühəndis. Burada bir peşə, ixtisas olaraq desək, traktor buradan fərqlənər. 68. A variantı isti, B variantı hava, C variantı soyuq, Y variantı qaynar və D variantı sərin. Belə alınır. İsti, soyuq, qaynar və sərin. Hava şəraiti olaraq desək, havanı buradan fərqləndirmiş olaraq. 70-ci suala baxırıq. A variantı həkim, B variantı ürək, C variantı ciyər, D variantı böyrək və Y variantı mədə. Ürək, ciyər, mədə, böyrək. Bunları orqan olaraq götürsək, həkim buradan fərqlənir. 75-ci suala baxırıq. Fərqli test tipidir. Bunların da artıq qəbulda tez-tez qarşımıza çıxır. Gəlin baxaq nə deyir. Aşağıdakı verilmiş 75-ci suala baxırıq. Aşağıda verilmiş anaqramlardan hansı birinci sözün sonu ikinci sözün əvvəlidir? Yəni, baxın, ortada mötərizə qoyulub. Bizə deyir ki, bu nöqtələri siz tamamlayın. Başda bir heca qoyub, sonda da bir heca qoyub. Mənə demək istəyir ki, bu variantlardakı yenə hərflərdən bir heca yaradacağam. Yəni, hərflərin sırası pozulub, hərflər sırasından düzəldib yaradacağım, sonra isə boşluğa qoyacağım. Boşluğa qoyduqda birinci hecanın sonu olur və bir söz yaranır. Boşluğa qoyduqda
ikinci, yəni sonuncu hecanın əvvəli olur və yenə bir söz yaranır. Burada cavabımız C variantı. Çan düzəldirik buradan. Alınır nə? Başlığa qoyduqda siçan, siçan. Yəni ta ilə birləşikdə isə başı olaraq çanta. Hər ikisində çan sözünü deyim, hecasını deyim. Qoyduqda iki fərqli sözümüz alınır. İkisi də mənalı olmalıdır. Siçan və çanta. Növbəti 76-cı sual. Aşağıda verilmiş anaqramın hansı yenə birinci sözün sonu, ikinci sözün əvvəlidir desək, burada C variantımızdan yenə başlayın. C variantımızdan vət hecasını düzəldirəm. Gətirib bura boşluğa qoyduqda birinci sözün birinci sözün sonu olur. Nə alınır? Dəvət. Dəvət etmək. İkinci sözün əvvəli olur. Nə alınır? Vətən. 77-yə siz baxın. Şərhlərdə qeyd edərsiniz. Növbəti. Anaqramı həll etməklə verilmiş sözlər üçün ümumiləşdirilmiş anlayışı olan sözü tapın. Bizə burada nə edir? 4 dənə söz veribdir. Bunları yenə müəyyənləşdirəcəyik hansı sözlər olduqlarını. Sonra isə bunların aid olduqları qrupu müəyyənləşdirəcəyik variantlardan. Gəlin baxaq. Birinci sözümüz küknar, ikinci sözümüz vələs, üçüncü sözümüz sərv, axırıncı sözümüz çinar. Küknar, vələs, sərv və çinar sözləri nəyə aiddir? Ağac adlarına aiddir də, doğrudurmu? B variantı ağac doğru gələr. Sonra 80-ci suala baxırıq. Yenə birinci söz gilas, ikinci söz armud, üçüncü söz albalı, dördüncü söz tut. Gilas, armud, albalı, tut. Bunlar nədir? Meyvədir. Meyvə A variantında düzəlirmi? 84-cü suala baxırıq. Sərçə, kolibri, qartal, qu. Bunlar nədir? Yenə quş. Quş Y variantından düzələrmi? Axırıncı bölmədir bu. Anaqramı həll edərək verilən sözlər cütü arasında məntiqi əlaqəyə analoji olaraq natamam cütü tamamlayın. Gəlin baxaq. 87-ci suala baxırıq. Hekayə ədəbiyyata aiddir. Bax, bu sözdən alınır hekayə. Buradan alınır ədəbiyyat. Hekayə ədəbiyyata aiddir. Bu teoremdir. Teorem nəyə aiddir? Həndəsəyə aiddir. Həndəsə Y variantından düzəlir. Bizə deyir ki, ayı, meşə. Balıq nə olar? Ayı meşədədir, meşədə yaşayırsa, balıq harada yaşayır? Dəniz deyə bilərikmi? Növbəti baxaq 90-cı suala. 90-cı sualda mebel, fabrik. Mebel fabrikdə istehsal olunur. Avtomobil harada istehsal olunur? Zavodda. Son sualımıza yenə həminci qayda baxaq. 91. Çəmən otdur. Meşə çəmənlə otu müəyyənləşdirib, uyğunlaşdırıb. Meşə ilə nəyi uyğunlaşdıracaq? Çəməndə nələr olur? Ot olur. Düzdürmü? Otlar birləşikdə çəməni əmələ gətirir. Meşəni bəs ağaclar birləşdirikdə ağacların çox olduğu yerdə meşə olaraq adlandıra bilərik. 20 dəqiqəlik mövzu izahımız oldu. Anaqramdan yenə bilmədiyiniz nəsə olsa şərh bölməsinə qeyd edərsiniz. Sizlərə izah edərəm ya da mənim WhatsApp nömrəm ilə əlaqə saxlaya bilərsiniz.